Sanitariya və gigiyena qaydalarının pozulması insan sağlamlığına necə təsir edir? Sanitariya və gigiyena qaydaları pozulduqda orqanizmimiz yoluxucu xəstəlik törədiciləri olan viruslara və bakteriyalara qarşı daha həssas olur. Məsələn, əllər təmiz olmadıqda yemək zamanı bu mikroorqanizmlər bədənə daxil olur və mədə-bağırsaq pozuntularına gətirib çıxara, infeksion xəstəliklərin yaranmasına şərait yarada bilər. Eyni zamanda dəri infeksiyaları, tənəffüs yolları xəstəlikləri, qrip və hətta virus infeksiyaların daha sürətli yayılmasına təkan verə bilər. Beləliklə, sadə gigiyena qaydalarına əməl etməmək bir sıra sağlamlıq problemlərinə və xəstəxanada müalicəyə qədər olan vəziyyətlərə gətirib çıxara bilər.